Hörmətli izləyicilərim, sizin hamınızı salamlayıram. Sizə bir layihə təqdim edəcəm. Bunun adı Yunan layihəsidir. Santorini adında bir layihədir. Yunan adalarında gedib gələn izləyicilərim çox görərlər, bilərlər. Bura Novxanı qəsəbəsidir. Novxanı qəsəbəsinin gözəl yeridir. Gəmiqaya restoranı əsas yoldan 350 metr lap dəqiqliklə gələndə bu villanın qabağına çıxırsan. 5.5, yəni 5 sot yarımı içində inşa olunub. Burada detallar, xüsusiyyətlər o qədərdir ki, mən çalışacağım sizə onları hamısını bir-bir detallı şəkildə izah edeyim. İlk öncə başlayaq burada gözəl bir ocaq kənarında oturmaq üçün şəraiti sizə təqdim edeyim. Oradan alov çıxır və burada oturursan məngənədə, üstü bağlı, çox maraqlıdır. Bu layihədə dincəlmək üçün rahat bir 10.000 manat verib Yunanistana, ya Bodruma və yaxud da xarici Avropaya gedirsiniz. Mənim əyağımı yerə, yəni sizə göstərdiyi bu döşəmə tam mərmərdir, dəyərli izləyicilər. Qiyməti də olduqca yüksəkdir. Burada kaktuslar var və gözəl bir hovuz. Hovuzun kənarı yenə mərmərdir. Bunları deməkdə məqsədim odur ki, ucuz materiallardan bu villanı bizim Solmaz xanım tikməyib, hər şeyin keyfiyyətçisini eləyib. Nə qazanırsa da min halalı olsun. Biz sizinlə təmiz söhbət edib, təmiz iş görən adamam. Orada razılaşarsınız. 3 ilə bu villa tikilib, oturuşmuş bir villadır. O tez bazar olanlardan deyil. Bu da plus təşkil eləyir bir evin tikintisində. Burada yenə 3 dənə belə maraqlı jilenkası var. Orada duşun yeridir. Tamamlanmamış hissələr də var. Bura duş kimi nəzərdə tutub ki, burada da görürsünüz, kanalizasiya birbaşa axıntı qoyub. Yeri gəlmişkən bu evin kanalizasiya sistemi mövcuddur. Qaz, su, işıq daimidir. İndi mən sizi evin içərisinə dəvət edeyim. Çünki içərisi çölündən daha da maraqlıdır. Getdik. Evin girişində aura elə bir təsir edir ki adama. Qurana əl basa bilərsən, deyərsən ki, yəni bura Azərbaycan evi deyil də, dəyərli izləyicilər. Sırf xaricidə, yəni hər şey. Divara vurulacaq, mən tikinti adlarla deyə bilmərəm. Bu çox güman gipsdir. Burada rəssam deyək ki, gipslə maraqlı bir dizayn figurlar verib. Hündürlüyə baxın, tavan hündürlüyü, oradan atmalar, xırda işıqlar, yəni səhv edirəmsə, üzürlü hesab edeyim məni. Yerə vurulan döşəmə də çox maraqlıdır və istif oldu. Bura bir mətbəx göstərəcəm sizə. Dəyərli izləyicilər, adam belə bir mətbəx mən də görməmişəm. Ancaq Avropaya gedən izləyicilərim çox görüblər, çox güman ki, amma mən görməmişəm də, sözünüzü yalan deməyim sizə. Maraqlı bir tökmə mərmərdən olan bir mətbəxdir. Çox interest bir mətbəx otağıdır. Alaçatıya oxşar. Burada bardaqlar filan qoyursan, dekorlar. Bu lüstr sizə bilsiz nəyə xatırladır? Yəni mənə nəyə xatırladır? O evə təzə xaldeni, elektrotexnika alanda xırt-xırt olur, içindən çıxan. Onu oxşadıram burada. Çox maraqlı görsənir lüstrü. Bura zal otağıdır. Dəyərli izləyicilər, buranın bir kamin hissəsi var ki, çox böyle maraqlı, nə bileyim, çox qeyri-adi görsənir. Fikir verirsiniz, oturursan burada, özün üçün Avropanı kəşf edirsən. Bu həmən bir villadır. Həyətə çıxmaq üçün qapıda qoyulub, yerdən patoloqa qədər olan pəncərə sistemi də var. Burada işıq sistemi çox maraqlıdır və bütün otaqlarda mərkəzləşmiş audio sistemi yığılıb. Bilirsiniz ki, burada hansı musiqi qulaq lazımdır. Yerdən yenə işıqlar qoyulubdur. Çox gecə görüntüsü dəhşətdir də. Keçək, burada çamaşır otağı var. Layihədə belə bir çamaşır otağıdır. Və bura xüsusi olaraq yığılmış bir mebel var. Hələ burada tam mebel tamamlanmayıb. Sahibi Solmaz xanım dedi ki, tamamlama işləri gedir, amma təbii ki, müştərinin gəlib o tamamlamanı özü gözünlə görə bilər. Belə bir yenə də plastikdən çölə çıxış qoyublar. Divar bəzəmələri də maraqlıdır. Əl işləri, qeyri-adi bir şeydir. Keçək indi ümumi hamam otağına, yəni opşi hamam otağına bir baxaq. Adamda elə bir təsir bağışlayır ki, 1993-cü ilin evinə girirsən də, o nənə-baba kənddə evlər olur, elə bir şeydir. Amma keyfiyyət var, təmiz tökmə mərmərdəndir bunun vannası.
qəribə də bir kafe metla, divar içi markalardan istifadə olunmuş santexnik hamam otağıdır, bura moydadırdı. Və bura birinci mərtəbə bundan ibarətdir. İkinci mərtəbədə çox maraqlı təmir var. Həmin otaqlar dörddür, otaqların içində birində sanitar qovşağı var. Hardan başlayır? Gəlin bizi bu yataq otağına mən sizi dəvət edeyim. Dəyərli izləyicilər. Burada da maraq var, həvəs var, yüksək zövq var. Bu gördüyünüz otaqların fənərləri 1975-ci ildən, yəni tam orijinal o fənərlərdir. Yuxarı görsəniz operator. Yataqdan birbaşa səmaya baxırsan da, yəni göyə baxırsan. Dəyərli izləyicilər, bundan əlavə burada balkon görüntüsü var, balkona çıxırsan villada. Ondan əlavə mən sizə qardirobu göstərəcəm. Birinci balkonu göstərdim, teras kimi stolda qoyub həyətə baxırsan, öz həyətivə. Maraqlıdır da, şponlar falan çox yaxşı işlənib, qeyri-adidir. Burada ümumi hamam otağıdır, yataq otağının içində. Bu da özünə məxsus bir tərzdə təmir olunub. Bura isə gizli bir qardiroblu otaqdır. Buradan belə daxil olursan, geniş şəkildə rahatlıqla paltarlarını yerləşdirirsən. Keçək növbəti otağa. Bura növbəti bir yataq otağıdır. Bu otağında digərlər kimi özə məxsus özəlliyi var. Yəni də burada səma görünüşü və hər otaqda musiqini otellərdəki kimi səsini aşağı yuxarı eləmək üçün riqofqa eləmək olur. Bura növbəti ümumilikdə olan hamam otağıdır koridorda. Onun da yanında sonuncu yataq otağıdır. Fərqli bir ab-hava var evdə, fərqlilik var evdə. Layihənin sonuna doğru gəldikdə bura manqal zonasıdır. Burada mətbəx mebeli salınıb, qabağında böyük bir teras, oturmaq üçün divan dəsti və Novxanı seyr edirsən, dörd bir tərəfdən dəniz görsənir. Dəyərli izləyicilərim, bu layihəyə, evə sahib olmaq üçün mənə əlaqə saxlayırsınız. Sənədi Kupçadır. Zənglərinizi gözləyirəm. Sizin də qeyri-adi Yunan villanız olsun. Sağ olun.